Salam, mən Telman Axundov, Portmanat ödəmə sisteminin təsisçisi, Portcoin kriptovalyutasının yaradıcısıyam. Portcoin nədir, nə üçün yaradılıb və arxasında hansı texnologiyalar durur? Portcoin Mərkəzi Bankın xüsusi tənzimləmə rejimi çərçivəsində yaradılmış layihədir. Bu xüsusi tənzimləmə rejimi özəl olaraq qanunla tənzimlənməyən innovativ layihələr üçün yaradılmışdır. Bu layihə çərçivəsində biz 2024-cü ildə müraciət etdik Portmanat olaraq və qaliblər sırasında olduq. Mövzumuz Azərbaycanın ilk kriptovalyutasının yaradılması idi. Adı da Portcoin oldu. Bu kriptovalyutanın arxasında hansı texnologiya durur? Kriptovalyutalarla fərqi nədir? İstifadəçilər üçün bu standart kriptovalyutadır. Yəni Bitcoin, Ethereum və digərlərindən heç nə ilə fərqlənmir. Texnologiya da eyni texnologiyadır. Blockchain texnologiyasına əsaslanır. Amma detallarına vardıqda bəzi fərqlər vardır. Bu da yaradılan tokenlərin sayı, hansı platformanın seçilməsidir. Portcoin olaraq biz Binance Smart Chain deyilən blockchain-də yaratdıq onu. Generasiya olunan tokenlərin sayı 1 milyard ədəddir.